Bakı, Şamaxı, Qəbələ, Şəki, başlansı deyil. Bakı, Şamaxı, İsmail, Qəbələ, Oğuz, Bakı, Şamaxı, Oğuz, nəfəri? Yox, Bakı, Şamaxı, Qəbələ, Oğuz, Şəki. Bakı, Şamaxı, Qəbələ, yox. Bakı, Şamaxı, İsmail, Qəbələ, Oğuz, Şəki. Yolunda son vəziyyət sizə çatdırırlar. Yollar, baxın, dostlar, əladır. Deyən, ondan önce bitir yol. Yox, tamamilə bitməyim, sorry. Amma asfaltdır, çox yəni superdir. Asfalt yolla Qəbələyə qədər, demək olar Qəbələnin başlanğıcından qədər gəlib çata bilirsiniz asfalt yolla. Buradan sonra isə müəyyən hissə nə qədər qurunt var. İndi biz başladıq qurunt yola. 100 kilometr qalmışdı, Şəkiyə 100 kilometr qalıb. Şəkiyə 100 kilometr qalmış ərazidə qurunt başlayır. Amma bütün təbii ki, çox qısa bir hissəsi qurunt olacaq. Onu mən sizə görmüşəm. Harekete gelir mesela diyeceğim. Yani yollar hakikaten ayarladı. Eğer Qəbələyə gəlirsinizsə, İsmail'e gəlsiniz ümumiyyətlə mütləq bu yolla gəlin. Bu Şamaxı İsmail yoluna gəlin. Çünki ora tam bitib. Amma Şəkiyə gəlirsinizsə bizim kimi. Burada müəyyən hissə qurunt yol olacaq. Amma o da pis deyil. Yəni biz adi normal yəni sedan yaxşı maşındayıq. Rio de Janeiro. Şimdi geldik 7 Gözəldən sonra yenə başladı qurunt. Bax belə. 7 Gözəl oteli bax buradaydı. Qabağı belə quruntdu. Getdik. Nohur göldü. Aha, Nohur gölün. Baxın Nohur gölün qabağı. Hal-hazırda belə quruntdur hələ də. Gəlirik qurunt havoy. Amma yollar belədir baxın. İkilik izləmədə qalın.